Toppuş bacı, ne yaxşı gündür bugün. Hara gedirsən? Teatra apararsan. Kardeş yaparmıram, otur. Yavaş otur, sındırarsan maşını. Sıran maşınlardan değil, bu Hyundai'di. Aa, malades. Ne var ne yok, necəsən? Yaxşılıqdır. Çoxdan arzulayırdım ki, bu məşhur Ağa Natiqin bu məşhur taksisinə bir də minim. Hyundai taksisinə. Aha. Deyirəm, oturaq söhbətləşək, dərdləşək. Mən sən üçün o ATV-dəki nanəz adam məndən dərdləşəsən. Zarafat edirəm. Danış, nə qarda istəyirsən dərdləş. Onda de gəlsin o. Mən deyim. Hə, sən deyəndə yaxşı olur. Hara gedirdin? Teatra. Teatra. Onda birinci sualım belədir. De görüm, ən istedadlı aktyorlar harada işləyir? Variantlarım da var. Deyən də, fikirləşib sonra deyim də. Onda de gəlsin variantlarını. A. Muska Medyada. Aha. B. Milli Dram Teatrında. Aha. C. Kukla Teatrında. Aha. Və D. Milli Məclisdə. Görsən, taksi şoförü olasan, belənçi sual fikirləşəsən. Nə olsun? 92-ci ildə taksi sürücüləri hətta nazir də işləyiblər. Geçsin o günlər bizdə deyil. İkinci sual belədir. Bax, de görüm. Ən bahalı Zadnimost hansı maşındadır? Variantlarını de. A. Qaz 51-də. Aha. B. Çaykada. Aha. C. Limuzində. Aha. Və D. Jennifer Lopez'də. Ay Ağa Natiq, sən mənə aid olan şeyləri soruş. Yaxşı, sənə aid olan şeyləri soruşum. Bizim televiziya nə vaxt düzələcək? Variantlarını de. Təəssüflər olsun ki, burada heç bir variant yox. Bax, bunu əla dedin. Ada açırsan televizoru, nə qarta istəyirsən veriliş var, amma nəsə çatmır ki, çatmır. Verilişlərdə yox, onları hazırlayanlarda çatmır. Xüsusən də bu mağazin verilişləri. Ola hər yerindən duran deyir ki, mən Azərbaycanı layiqincə təmsil eləyəcəm. Axı sən səhnəyə nalayiq hərəkətlərdən gəlmirsən. Sən necə Azərbaycanı təmsil eləyə bilərsən? Heyf deyildi əvvəllər. Bax, səhnəyə gələndə deyirdilər sənətini göstər. Amma indi sadəcə deyirlər göstər. Ola göstər dedin, yadıma düşdü. Bu Xuraman Şuşalı var ha. Aha. Onu bilmirsən ki,